Hamını salamlayıram. Analitik ictimaiyyət sizinlə əlaqə saxlayır sistem, güruh, markets. Şirkətin ümumi məlumatlarından başlayaq. Biraz daha hər bir göstəricini daha ətraflı öyrənəcəyik. İstəsəniz dayana bilərsiniz. Korporasiyanın bütün göstəricilərinə diqqətlə baxa bilərsiniz. İndi biz şirkətin cari performans göstəricilərinə baxacağıq. Globalstar, Inc, Ticker, GSAT. Bu baxış 22 may 2025-ci il tarixinə olan cari məlumatlara əsaslanır. Təsnifata görə güruh, markets şirkət Globalstar Inc alt kateqoriyaya aiddir. Kommunikasyon satelliti müqayisədə 11 təşkilat iştirak edir ki, bu da az-çox təmsil edir. Bu videonun sonundakı sifariş cədvəlinə baxın. Tədqiq olunan şirkət üçün nəticə 10 baldan -8,5. Alt kateqoriya üzrə orta xal -5 baldır. Geniş baxsanız, bütövlükdə ABŞ fond bazarında. Qeyd edək ki, bütövlükdə bazar üzrə orta reyting 1,9 bal təşkil edir. Şirkətin -8,5 bal reytinginə qarşı Globalstar Inc. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi Globalstar Inc. və alt kateqoriyalı paylaşımlar. 12 ay sonra hissələri görəcəyik Globalstar Inc. %1,8 dəyişiklik göstərdi. Alt kateqoriya üzrə qiymət dəyişikliklərinə qarşı 162,8%. Şirkətin bazar kapitallaşması Globalstar Inc. $2,32 milyard dəyərində qiymətləndirilib. Və alt kateqoriyanın bazar kapitallaşması $21 milyard. Globalstar Inc. 10,921% paya malikdir. O, alt kateqoriyada olan iri şirkətlərdən biridir. Şirkətin balans dəyəri $0,34 milyard olaraq qiymətləndirilir. 18 milyard balans kapitallaşması ilə alt kateqoriya 18 milyard dəyərindədir. Globalstar Inc. 1,893% təşkil edir. Birja səhmlərini və balans dəyərini müqayisə edərək aşağıdakıları görə bilərik. Paylaş Globalstar Inc. Alt kateqoriyada bazar dəyəri qiymətləndirildikdə 10,921% təşkil edir. Balans dəyərinin kapitallaşması 1,893% təşkil edir. Bu da bazar dəyərindən 83% azdır. Alt kateqoriyada təşkilatın bazar və balans dəyərindəki payının qiymətləndirilməsi, PIS, -1 bal. Tədqiq olunan şirkətin $0,533 milyard maliyyə öhdəlikləri var. Kapitallaşma üzrə maliyyə öhdəlikləri şirkətin kapitalının 156,8%-ni təşkil edir. Şirkətin borc göstəricisi, PIS, -1 bal. Şirkətin bazar dəyərinin mənfəətinə balansı 0-dır. 0 alt kateqoriyasında orta qiymətlə. Alt kateqoriyadakı təşkilatlarla müqayisədə birja dəyərinin mənfəət nisbətinin qiymətləndirilməsi, çox pis, -2 bal. Son 12 ayda mənfəət -$78 milyon olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan mənfəət məlum deyil. Və bu, şirkətin perspektivləri üçün çox pisdir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə proqnozlaşdırılan gələcək mənfəət göstəricisinin qiymətləndirilməsi, PIS, -1 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 9:1-dir. Alt kateqoriya üzrə orta göstərici 0,9 təşkil edir ki, bu da alt kateqoriyadan 911% yüksəkdir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin birja dəyərinin gəlirə nisbətinin qiymətləndirilməsi, PIS, -1 bal. Son 12 ayda gəlir $250 milyon olub. Növbəti 12 ay üçün gələcək gəlir məlum deyil. Bu, şirkətin perspektivləri üçün pisdir.
Gözlənilən gələcək satış həcmi göstəricisinin alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə qiymətləndirilməsi, PIS, -1 bal. Marjinallıq -30,7%, alt kateqoriya üzrə orta göstərici -6,4% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 24,3% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə satış gəlirliliyinin qiymətləndirilməsi, keçərli, -0,5 bal. Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 1,483% təşkil edir. Bu, bazar kapitallaşma payından 636% azdır. Şirkətin bir işçisinə düşən kapitalın məbləği $5,958,000 bərabərdir. Alt kateqoriya üçün isə $809,000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 636,5% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən şirkətin kapitalının qiymətləndirilməsi, keçərli, 0 bal. Fərdi işçiyə düşən mənfəətin məbləği -$200,300,000. -$55,300,000 alt kateqoriyası ilə orta hesabla. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 262% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi, TOLED, -0,5 bal. Şirkətin bir işçiyə düşən satış həcmi $653,000. Alt kateqoriyada $863,000 var. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 32%dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən satış həcminin qiymətləndirilməsi, keçərli, -0,5 bal. Qısa müddətli əməliyyatların həcmi 4,5%, alt kateqoriya üzrə orta hesabla 15,4% təşkil edir. Bu mümkün qısa sıxılmanın göstəricisidir. Texniki göstərici RASO 14 şirkət üçün %42 səviyyəsini göstərir Globalstar, Inc. Alt kateqoriya üçün bu səviyyə təxminən 46% təşkil edir. Şirkətin səhmlərinin faktiki qiymətləndirilməsi təqribən $18,3 təşkil edir. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən $52,49-dır. Cari qiymətin dinamikası və konsensus proqnozu təxminən 187%-ə bərabərdir. Mövcud olan sifariş cədvəlinə baxaq, bağlanmış şərhdə link. Sifariş cədvəli məlumat və arayış sistemi tərəfindən müəyyən bir mövsümdə tamamilə qəbul edilmiş bütün qərarları ehtiva edir. Guru, Markets. Sifariş cədvəlinə giriş pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Şirkətin qiymətli kağızlarının təhlili əsasında Globalstar, Inc. Qiymətləndirmənin istinad sistemi Guru, Markets qərar qəbul edilib. Bir səhm üçün $18,3 qiymətə satış üçün ticarət açın. Sövdələşmə açıqdır, çünki şirkət kifayət qədər aşağı qiymətə malikdir. Şirkətin qiymətləndirməsi qiymətləndirmə metodu, AKİMin indeksi əsasında aparılır. Mənfəət götürmək 14,07-də müəyyən edilmişdir. Stop loss 22,55 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra 21 iyun 2025-ci il tarixində ticarət sessiyasının sonunda sifariş avtomatik olaraq bağlanır. Və ya bu tarixdən əvvəlki son ticarət günündə. Ticker, GULT, əsas alış sifarişinə çevriləcək. Əsas sifarişlə bağlı video artıq kanalda yayınlanıb. Sifarişlərdən biri bağlandıqda, əsas və ya balanslaşdırıcı. İkinci sifariş son qiymətə bağlanır. Bu videoya baxdığınız və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun. Guru, Markets. Siz həqiqətən ən gözəl tamaşaçısınız.